Xəbər verdiyimiz kimi dünən Biləsuvar rayonunda dəhşətli qəza baş verib. Mətbuat sferası istinadən bildirir ki, hadisə nəticəsində iki bacı 1993-cü il təvəllüdlü Aytac Rüstəmli və 2003-cü il təvəllüdlü Aynur Rüstəmlinin həkimə qədər ölüm faktları qeydə alınıb. Manşet TASS Qafqazinfoya istinadən xəbər verir ki, toya gedərkən avtomobilin kanala düşməsi nəticəsində iki bacı həlak olub. Ölən bacılardan 1993-cü il təvəllüdlü Aytac Rüstəmlinin 3-cü övladı 4 ay əvvəl doğulub. 22 yaşlı Aynur Rüstəmovanın isə 1 yaşında əkiz övladları var. Allahdan hər ikisinə rəhmət, ailələrinə isə dərin hüzünlə səbir diləyirik.